tamaşaçılar, oyun və tariximiz, adət-ənənələrimiz böyüyə kiçiyə hörmət. Bu, mən baxırdım və istəyirdim ki, onu mən ərsiyə gətirim ki, biz bu nəsillər görsün ki, biz kökümüz hardandır, biz nə olmuşuq. Və şükürlər olsun ki, o kitabın birinci hissəsi bugün işimizi görür və bugün mən istəyirəm o kitab haqqında Zümrüd xanım öz rəyini verir, o danışdı. Hansız da olmasa gəl. Mən də hər kəsi salamlayıram, bütün görüşənləri, şişkənləri, hoş gəlmişsiniz deyirəm. Tərana xanıma da öz növümdə təşəkkürünü bildirirəm ki, belə gözəl, səmimi şəkildə yazılı əsərinin bu inşallah toplaşmışıq. Əzizim Gölçəməndə, süfrə sal Gölçəməndə, mən səndən ayrılmazdım, dərs saldım Gölçəməndə. Yasəmən Ətirli Səhər kitabına danışmazdan öncə bir neçə məqamı diqqətinizə çatdırmaq istədim. Mən Təranə Cəfəroğlanı Şüküfə Göyçənin sayəsində tanışam və ona görə də ilk növbədə Şüküfə xanıma öz təşəkkürümü bildirirəm. Şüküfə xanımı da Aşıq Vali Həsənoğlu, Şişqayalı, sizin verdiniz Aşıq Vali Həsənoğlu sayəsində tanışam. Onun da ruhu şad olsun deyirəm. Allah bütün ötüb keçənlərə rəhmət eləsin, ruhları şad olsun. Kitaba gəlincə onu demək istədim ki, Təranə xanım sanki o kitabı öz ürəyini qoyub yazır. Həyatında baş verən hadisələr, gördükləri, eşitdikləri əsasında əks edən bir əsərdir. Əsərdə oxuyarkən düzü insan o hadisələrin axarına düş görməsi mümkün deyildi. Mən o əsəri oxuyub başa çatdırana kimi mənə elə gəldi ki, mən də o hadisələrin içindəyim sanki. Ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər, onların özlərini üzdə bir cür, arxada bir cür aparmaları, məhz o əsərdə Təranə xanımın yaratdığı Simonun obrazında açıqca özünü göstərir. Bundan əlavə Faxralı kişi, Paşa kişi, onlar bizim Azərbaycan, əsl Azərbaycan kişilərinin, belə deyək, Gölçə simvolunu yaratmışdır. Əsl Azərbaycan kişilərinin qeyrətli, namuslu, ailə qədri bilən, şərəfli Gölçə, Şişqaya kişilərinin canlı portretini yaratmışdır deyəlim. Xatirə janrı əsasında yazılmış bu əsər həm də bütün Gölçəlilərin, Şişqayalarının qüruru deyəlim. Mən bundan əlavə Şəfiqə xanımın, Güldəstə xanımın simasında əsl Azərbaycan xanımının cəfakeş, sədaqətli, ailəsinə sadiq, vətənpərvər Azərbaycan qadının simvolunu görürəm, canlı portretini görürəm. Mən çox istərdim ki, Şəfiqə analardan, Güldəstə analardan bizim qadınlarımız örnək götürsünlər və onlardan bir yox, xalqımız üçün 1000 də olsun. Ona görə ki, sabah heç bir düşmən bizim sərhədlərimizi kəsib, bu yerlər bizim ata-baba yurdumuzdur deyə bilməyəcəklər. Məhz övladı, oğlu vətənə yetişdirən anadır. Ananın haqqı övlad üzərində böyükdür və onlar torpağa bağlı, vətənə layiq övladlar yetişdirdikcə düşmən bundan lərzəyə gəlib geri çəkilər hər zaman düşünürəm. Burada demək, Güldəstə xanımın tarihi daha təsirlidir. Çünki o hələ gəncliyində tələbəykən belə bir yuxu görmüşdü ki, Gölçədə, Şişqayada bir təpənin üzərində tək qalır, tənha qalır. Hamı onu tərk edib, Şişqayanı gedir. Və həmin yuxunun qorxusu onu hər zaman həyəcanlandırır. Bütün ömrü boyu o yuxunu yaddan çıxarmır. Təbii ki, bunun öz simvolik mənası vardır ki, bu əsərin sonunda Güldəstə xanım dünyasını dəyişir və həmin təpədə dəfn olunur. Elə o zaman da bir Gölçədə bir ildırım çaxır. Qalçan ermənilər torpaqlarımızdan, Şişqayamızdan, Gölçə mühalımızdan bizim xalqımızı didərini salır və böyük bir köç olur. Mən orada Tərvanə xanımın
Yasəmən də məhz Göyçəlilərin, şiş qayaların həsrət simvoludur. Gün o gün olsun ki, məhz ölkə prezidentinin, Ali Baş Komandanımızın dəmir yumruğu sayəsində biz həmin həsrət qaldığımız torpaqlara baş çəkək. Mən belə düşünürəm ki, Yasəmən ətirli səhər sizlərin, şiş qayalıların, Göyçəlilərin qürur yeridir, qürur mənbəyidir. Belə əsərlərdən çox olsun. İnşallah biz onun işini sevə-sevə toplaşaq. Var olun. Tərəmin Hanım 1966-cı ildə Qərbi Azərbaycanın Göyçə Mahal Basakəsi rayonunun ən böyük kəndi olan Şişqayada anadan olub. 1982-ci ildə Şişqaya kənd orta məktəbini əla qiymətlə başa vurub, Gəncə Pedaqoji Universitetində bioloji və Türkiyədə naturopat və fitoterapi ixtisasları üzrə təhsil alıb. Əmək fəaliyyətinə Şişqaya kənd orta məktəbində başlayıb, 1984-1988-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun Biologiya kafedrasında çalışıb. Hazırda Bakı şəhərində qida mütəxəssisi kimi fəaliyyət göstərir. Bədii yaradıcılığa təhsil aldığı illərdə başlayıb. Bir çox hekayə və osetlərin müəllifidir. Uzun illərdir Respublikamızın siyasi və ictimai işlərində fəal iştirak edir. Ailəli dördüz övladlar, 5 nəvəsi var. Alqışlayan Tərəmin Hanım. İkinci kitab münasibətini bilgisi təbrik edirəm. Tərəminlə mən bir sinifdə oxumuşuq, bir yerdə böyümüşük. Demək olar ki, uşaqlığımız bir yerdə keçib. Bizə qədər də çox sızıq əlavə edəyim. Amma mən Tərəmənin sözü düzü bu qabiliyyətini sormadım. Onun o qədər özünə məxsus qabiliyyəti çoxdur. Mən də çox enerjili bir xanımdır. Onda olan həvəs, enerji demək olar ki, hər adamda yoxdur. Amma Tərəmənin kitab yazmaq qabiliyyətini mən sormadım dedim. Dəfələrlə mənə nəsə yazıram deyildi, amma mən onu bir həvəs kimi başa düşürdüm. Nəsə belə üstünə getməyim. Amma sonra mənə gətirib o ki, gör bu. Necədir, baxdım ki, çox gözəl. Dedi ki, gör bu. Ortaya çıxasıdır, yoxsa yox. Mən də başından biraz oxudum. Baxdım ki, çox gözəldir. Ona görə dedim ki, hə, bunu davam elətdim, yaz. Tərəmə də sağ olsun, yazdı. Əsər çox qəşəngdir. İndi o mənə sual verdi ki, deyək ki, niyə oradakı adamlarla dəyişib? Tərəmə üçün ağır edim. Tez-tez anasının adını ona yazmaq, Gülər xanımın adını yazmaq, atasının adını yazmaq, hər ikisi rəhmətə gedib. Allah rəhmət eləsin, hər ikisini Allah rəhmət eləsin. Ona görə onun üçün çətin olduğuna görə o adları orada qeyd eləməm. Mən əsər haqqında Zümrüt xanım çox geniş məlumat verdi. Bir şey demək istəyirəm əsər haqqında. Əsərdə ən çox bizi çəkənlərdir. Birincisi, biz əsəri oxuyanda o adamların hamısını demək olar ki, tanıyırıq. Ona görə bizə daha çox maraqlıdır bu bir. İkincisi, o adamları tanımayanlar üçün niyə maraqlıdır əsər? Ona görə ki, əsərdə həm 20-ci əsrin əvvəllərində, həm də 20-ci əsrin axırlarında bir kənddə törədilən bütün faciə demək olar ki, qələmə alınır. Bir nəslin başına gələn faciənin timsalında demək olar ki, bütün kənddə baş verən faciələr əksini tapır. Orada 1918-ci il qaçqınından sonra kənd cəmaatının geri qayıtması, orada məsumlaşması, çətinliklər, bolşeviklərlə yerli cəmaat arasında, bəylər və xanlar arasında baş verən münaqişələr, kolxoz quruculuğu, hamısı öz əksini tapır. Sonra bir də 1988-ci ildən sonra baş verən hadisələr. Hamısı demək olar ki, öz əksini tapır. Mən biraz orada tarix edəcəyimdən baxdım. Demək olar ki, 20-ci əsrdə bizim kənddə baş verən bütün hadisələri Tərəmi ardıcılıqla qeydə alır. Heç mən bir tarix müəllimi şəkək onun el ardıcılıqla qeydə ala bilməzdim. Ona görə ona təşəkkür edirəm. Bu əsəri hamını oxumağı məsləhət görüm çox maraqlıdır. Ona gələcək işlərinə uğur arzulayıram. Mən Naslan xanım var, mən xalamdır, Şəfqət balaca qızıdır. İstəyərəm ki, bir kitabımdır. Çox sağ ol deyirəm, balaca qızı. Sən bütün tariximizi əks etdirəm, mən çox görürəm. Yəni bizim tariximizi əks etdirir. Azərbaycanın tarixini,
yaşadırsan sən, gələcək nəsillərə çatdırırsan, çox böyük hünərlə təşkil eləmirsən bunu. Təran xanım, dəyərli xanım, gözəl xanım, siz bilirsiniz ki, sizə mənim böyük hörmətim, böyük məhəbbətim var. Mən də sizin tərəfdənəm. Bizim dəyərli biyologumuz. Təran xanım haqqında çox danışmalı olar. Biyoloji aktiv qida əlavələri üzrə. Aydın xanım, siz bizə buyurun. Buyurun. Bu tədbir eşitdiyinizə görə sizə dəyərli təşəkkür edirəm. Var olasınız. Belə gözəl xanımları bura dəvət etdiyiniz üçün. Təran xanım bizim genç şirkətində çalışdığım müddətdə çox dəyərli bir biyolog kimi və kişi dəyərli bir xanımdır. Onun haqqında çox danışmalı olar. Amma vaxt zaman aparır. Ona görə də mən biraz qısa edəcəm. Türkiyədə təhsilini davam etdirir. Yəni bizim hər birimiz burada çalışırızsa, biyoloji qida əlavələri, yəni oranın mütəxəssisliklə biz deməli Türkiyədə təhsilimizi davam edirik. Yəni orada eğitimlərimizi alırıq. Bu münasibətlə də Təran xanıma gəlsə nəfərlər gəldi, mənə gəldi. Mən bunlar aldım, yəni özümə borc bildik ki, bunları sizə burada təqdim edeyim. Yəni o sizin gecənizsə, mütləq bu gəlməlidir. Bunları biz sertifikatları biz çərçivəyə salmamışıq. Ona görə ki, Təran xanım Səhiyyə Nazirliyinə edəcək bu sertifikatlar. Ona görə oradan Doktor Tibet adına layıq edəcək. Ona görə bunlar Səhiyyə Nazirliyinə getdiyinə görə üzrlü sahib və çərçivədə olmalıdır. Bunları sizə təqdim edmək istəyirəm. Təran xanımın aldığı bu sertifikatlar dünyaca məşhurdur. Təranə Cəfərova, naturopati üzrə sertifikatlı, zəhmət olursa ağırlaşlayın. Doktora üzrə fitoterapiya və ikisi də əlavə var. Bunlar başqa inşallah tanınan sonra təhsilini davam edəcək. İnşallah bunları da təqdim edəcək. Var olun Təran xanım. Hər zaman sizin yanınızda görmək istəyirəm. Siz bizə lazımsınız bir biyolog kimi, bir mütəxəssis kimi. Minnətdarım hər birinizdən. Bu şirkətdəyim az bir müddət, çox az bir müddətdə 6 aydır. Və bu 6 ayda mən onu verim ki, bizim Azərbaycan xalqının çox bir dəyərli oğlu Rövşən Beyqudovun yanındayam. Və özüm çox xoşbəxtəm ki, mən cavanlıqda həkim olmaq istəmişəm. Ömrümün bu vaxtında gəlib bu sahəyə çıxmışam. Xalqıma nə xeyir verirsə, mən çox şadam ki, neyəsə yarayırım. Şükür Allah'ım. Siz də çox sağ olun. Aygül xanım çox sağ olun. Rəfə xanım çox dəyərlisiniz. Mən üçün çox sağ olun. Axşamınız xeyir, əziz Elmin Obalı, gözəl xanım, xatın xanımları. Hər birinizi bugünkü bu müqəddəs bayram münasibətinə təbrik edirəm. Və bu bayramın ocağı əsasında Təranə xanımın kitabının təqdimat mərasimidir. Təranə xanım, sizi bu kitabınızı təbrik edirəm. Birinci kitabdır, davamı gəlsin. Və bu kiçik hədiyyə mənə sizə olsun. Çox sağ olun, çox gözəl. Yasəməni kitab. Tortu. Çox doğrudan da yəni çox gözəldir, həqiqətən. Xanımlar çox sağ olun ki, nə gözəl bizim xanımlarımız bir-birimizə dəyər verir, həqiqətən də. Allah var eləsin. Təranə xanım çox gözəl, böyük bir xanımdır. Kişi kimi kişi xanımdır, kişidir. Xanım kimi də xanımdır. Ona həm kişiliği yaraşır, həm xanımlığı yaraşır. O qədər ki, mərd xanımdır ki, o qədər, nə bilim, ona bütün ən gözəl sözləri desəm mən, tutarmaz o sözlər. Təbrik edirəm. Davamı gəlsin. Təran xanım təbrik edirəm, kitabının çıxma münasibətində uzun ömür sağlamdan arzulayıram. Təran xanım hər tərəfli gözəl xanım. Onun qaldığına görə Allah'a sonsuz şükürlər olsun. Yenidən kəşf edildi. Təran xanım təbrik edirəm, uğurlar
Şairlər Məclisinin üzvləri Şükrü xanım Göyçəli və Elvira Mahal qızı Məslək Şairlər Məclisi sədri Cəvahir Fərəz olaraq bu gözəl kitaba görə Təranə xanım Cəfərovanı Məsləkli Şairlər Məclisinin İdarə Heyətinin qərarıyla fəxri diplomla tərtib edirik. Buyurun, utalı fəxri diplom, onu da deyim ki, ilk dəfə sizə qismət oldu. Fəxri diplomlarımız var idi, amma butuyla bir dəqiqə təbrik edirik, uğurlarınız bol olsun. İnanıram ki, daha büyük uğurlara imza atacaqsınız. Uğurlarınız bol olsun. Siz təbrik edirəm. Yasemin Dilli Səhər kitabının təqdimatı münasibətilə. Məclis mənim üçün olmalıdır, çünki birinci dəfə deyil. Bu xoş təsadüfdür ki, hər dəfə mən və xanımların kitab təqdimatına iştirak edirəm. Bunda özümə şərəf görürəm ki, mən dəyərlərimi çağırsın. Tərana xanım, mən demək olar ki, o qədər sözlərim var ki, bilmirəm haradan başlayım. Yəni, bu insan fenomenində ana kimi, dost kimi, sirdaş kimi, hər tərəf gözəl bir insandır. Mən onu nə vaxt kəşf elədim. Belə bir söz var ki, insanı tanımaq üçün ondan səfərə çıxarsın. Mən onunla səfərə çıxdım, belə bir gözəl insanla hara səfərə çıxdım, Qarabağa, Şuşa, Laçın, Füzuli və yer gözəl, insan gözəl, orada hər şey vəhdət idi. Mən bir daha xoşbəxt oldum ki, insan nə yaşlanmışam. Bizi bağlayan yəqin nələrsə var. Mənim kəndim Qayabaşı kəndidir, bunlar kəndi Şiş qayadır, yəqin kəndimiz qayalar olduğu üçün. Biz birbirimizi sevmişik. Qaya kimi möhkəm bir gözəl insandır, çox dəyərli bir insandır. Mən bu xanımın evində doğmuşum, yəni ailəsində necə ailə başçısı, necə nəvələrini, övladlarını sevən bir insan. Yəni dost kimi, sirdaş, kimsə dedi ki, o xanım kişi kimidir, doğrudan kişi kimidir, çünki başını sürür, məni çox oraxarım. Çox mənəvi dayanıq olub, mən də onu sevirəm və sevinirəm ki, mən nə yaxşı gəldim, tədbirə çatdım. Bir sözlə Tərana xanım, siz mükəmməl bir insansınız. Mən siz yenidən kəşf elədim, siz həm də Loğman kimi xalqına xidmət edəcək bir səviyyədə inkişaf edirsiniz, təhsil alırsınız. Bu da məni çox belə duyğulandırdı, həm də şərəfləndi ki, yəni mən tanıdığım insan nə qədər gözəl, mükəmməl bir insandır ki, indi bu sahədə inkişaf edəcək. Yenə bizə bu sahədə də yardım edər. Çox şad oldum, öpürəm hamınıza, sağ olun. Təsadüfə bax ki, mən ilk diplomu da Məsəlli Gəncəvi adına Şairlər Birliyindən aldım, məclisindən almışam. Bu da bilmirəm bir təsadüfdür, bilmirəm Allahın qisməti. Allah zaten Allah nə edir, heç nəyi təsadüfdən eləmir. Hətta insanları da təsadüfdən qarşılaşdırır. Hər bir şeyin ucunda nəsə var. Tərana xanımın bir dənə yazdığı kitabında təqdimat mərasimidir. Heç onu gözləmirdim, həqiqətən. Allah olsun sizə. Çox sağ olun, Allah olsun, yazan əlləriniz var olsun. İnşallah davam görsəd olsun. İnşallah təbrik İnşallah. Akşamınız xeyir olsun. Bütün danışanlara diqqətlə qulaq asırdım. İnanın ki, ürəyim dağa döndü. Burada bu qədər bir qızlarının, doğma yurdum xanımlarının belə ürəklə münasibət bildirmələri, bayramlarımızı təqdim edilmələri doğrudan da təqdirə layiqdir. Təranə xanımın kitabının təqdimatı bu, inanın ki, bayramlara sanki bir bəzəkliyirdir. Bayramları belə bilim ki, tamamladı. Və kitabı mən oxumamışam. Kitabdan ancaq adı haqqında məlumatım var idi. Kitabın redaktoru danışdı, səhv eləmirəmsə. Və gözəl Zümrüd xanım o qədər ətraflı məlumat verdi ki, mən sanki kitabı oxumuş kimi oldum. Zümrüd xanım, sizə də təşəkkür edirəm ki, bu kitabı bu gözəllikdə, bu qədər geniş əhatədə təqdim edədiniz. Beləcə, nəşr olunacaq kitablarında təqdimatın məhz doğma Göyçənizdə, Şiş qayada olsun. Və bu arzuyla hamınıza sağ olun. Bunlara xanım bizim ağsaqqalımız, qardaşlarımızdır. Sayın Yunus müəllimə
yazması hakkında çok şad oldum. Çünkü bizim kendimizde, bizim Şişkaya kendimizde bir